qonağımız Rusiyadan gəlib. Какой область? Кемеровская область, город Кемерово. Kemerov oblasti, Kemerov şəhərindən Rusiyadan gəlib. Mən verilişdən öncə soruşdum, harada yerləşir. Novosibirskaya yaxın bir vilayətdən gəlib. Kemerov vilayətinin Kemerov şəhərindən gəlib. Добро пожаловать в Баку. Спасибо. Хотим вас слышать. Görək bizim valideynimiz uşağı haqqında nə deyəcək? Мы прилетели 4 мая на второй курс лечения. 4 may artıq Bakıya gəlmişik. Первый раз мы прилетали в декабре 23 года. İkinci biz kurs müalicəmizə gəlmişik. Birinci dəfə biz dekabrın 23-də gəlmişdik. Yox, dekabr ayında gəlmişdik. 2023-cü ildə. Aha. Прошли, значит, курс лечения 6 недель. 6 həftə demək uşaqda birinci kurs müalicə getdi. Сколько ему? Тогда было 3,5, когда мы на первый курс прилетали. 3 yaş yarım imiş də, hə? Aha. 3,5. Aha, 3 yaş yarım imiş 2023-cü ildə, yəni indi 5 yaşı var uşağım. То есть после первого курса лечения, пока мы здесь находились, каких-то глобальных изменений я не наблюдала. Все изменения у нас начались уже, когда мы приехали, по прилету домой спустя какое-то время. Deməli biz 6 həftə burada olduq. Müalicə dönəmində mən uşaqda qlobal bir dəyişiklik hiss etmədim. Amma biz artıq uçub gedəndən sonra, evimizə dönəndən sonra mən artıq müalicədən sonra uşaqda dəyişiklikləri hiss etməyə başladım. У ребенка, значит, появилось понимание речи, постепенно стало появляться. То есть сейчас я могу сказать, что ребенок очень хорошо понимает речь, все. Demək biz gedəndən sonra uşaq artıq nitqi anlamağa başladı. Artıq danışığında dəyişikliklər baş verdi. İndi artıq uşağın danışdığı sözlər, adətən biz bilirik ki, autizm uşaqlar belə səslər çıxarırlar da, tam sözləri autizm sindromlu uşaqlar adətən sözləri tam, dolğun cümlələri ifadə edə bilmirlər. Amma o müalicədən sonra artıq söylüyor ki, uşaq öz fikrini ifadə edə bilir. То есть также могу отметить, что появилось не только понимание речи, но и в принципе какие-то уже появились мыслительные процессы, да, ребенок стал хитрить, то есть играть. Nəinki deyir nitqində, hətta deyir əqlində, şuurunda da belə, artıq belə deyim də, o hətta deyir belə yaxşı mənada biclikləri belə artıq ayırt etməyə başlayıb. Bu bilirsiniz nədir? Məsələn, uşaq manipulyasiya edir də. Məsələn, deyək ki, nə isə istəyirsə, ayağını yerə çırpır ki, onu verir mənə. Bax, belə şeylər edirlər. Aha. Также могу отметить, что появилась какая-то познавательная деятельность в плане того, что когда вот он, например, смотрит мультики или что-то где-то видит, и ему непонятно, но речи у нас пока нету, но он показывает пальцем, то есть я уже понимаю, что это просьба разъяснить, что происходит, или, например, что это такое. Məsələn, deyir, artıq cizgi filmlərinə baxanda o nəyisə başa düşmürsə, nəyisə cizgi filmindən anlamaq istəyirsə, sözlə deyə bilməsə belə, əli ilə göstərir, işarə verir ki, yəni mənə anlat ki, orada nə baş verir. Yəni artıq belə deyim də, autizm sindromu olan uşaqlar ətraf mühitdən axı geri qalırlar. Sanki onlar bir özüdür, elə bir də özüdür. Ətraf yoxdur. Amma uşaq əgər cizgi filmində nəyisə anlamağa çalışırsa, demək ki, o artıq ətraf mühitə inteqrasiya edib. Это уже улучшение. Да, это уже улучшение. Потом появился зрительный контакт, то есть ребенок смотрит. Göz kontaktı da yaranıb uşaqda. Раньше не было, да? Не было. Zrительный kontakt не было. Əvvəllər göz kontaktı yox imiş. У него полный контакт, то есть он как бы полностью взаимодействует. Aha, indi artıq uşaqda bütöv şəkildə kontakt var. Yəni kontaktı yaradıblar. Я даже, когда, например, домой прихожу с работы вечером, и то есть он хочет моего внимания, он подходит, мое лицо вот так двумя руками берет и к себе поворачивает, чтобы я на него прям в глаза смотрела. Mən deyir, artıq deyir, işdən gələndə artıq deyir, mən deyir, mənim üzümü iki əli ilə tutur deyir və üzünü çevirir ki, mənim gözümə baxsın da, yəni mən onun gözünə baxım. На имя стал также отзываться. Как? На имя реагировать. Adına qarşı reaksiya verməyə başlayıb. Autizm sindromlu uşaqları adını nə qədər çağırırsan ki, məsələn, çağırırsan Nuranə, Bayram cavab vermirlər. Amma artıq adına qarşı reaksiyası var. Еще у нас были большие проблемы с горшком, никак не могли научить ходить на горшок. Aha, əsas məsələ, tualet məsələləri ilə bağlı bu valideynlər çox çətinlik çəkirlər. Aha, bizim də deyir, problemimiz vardı. То есть он сам пошел не на горшок, то есть у нас вообще выпал. Aha, qarşıq məsələlərini deyir, biz artıq yığışdırdıq.
müalicədən sonra. На унитаз по-маленькому. То есть вот Aha, demək normal şəkildə vanna otağında, tualetdən, unitazdan istifadə etməyə başladı uşaq. Bilirsiniz bu valideynlər üçün nə qədər belə deyimi, əziz tamaşaçılarımız, bu bir xoşbəxtlikdir. Valideynlər buna nə qədər sevinirlər, nə qədər sevinirlər. Çünki bir uşaq çatır 10 yaşına, 12 yaşına, uşaq hələ də pampersdən istifadə edir. Bu bilirsiniz də evdə digər uşaqlar da varsa, ata, nənə, baba, bilirsiniz nə qədər o evdə dərin problemlərə gətirir, çıxardır. Amma uşaq bugün normal şəkildə özü tualet məsələlərini həll edirsə, bu valideyni demək olar ki, 50% işini yaxşılaşdırır. Ну, сейчас вот мы приехали на второй курс лечения. Amma indi ikinci dəfədir müalicəyə gəlmişik. Пока одной из самой, так сказать, большой и глобальной проблемы у нас остается отсутствие речи. İndi bizim əsas problemimiz uşağın nitqinin düzəlmək məsələsidir. Да, тем более, что у ребенка есть потребность уже в речи, потому что часто он что-то пытается донести, а поскольку речи нет, мы не можем понять, и его это злит. Aha, demək uşaq artıq bizə nəyisə demək istəyir, danışmaq istəyir. Nitqi hələ ki formalaşmadığına görə biz çətinlik çəkirik. Həm uşaq özü də çətinlik çəkir ki, o nəyisə demək istəyir, amma deyə bilmir. Мы хотим узнать, какие улучшения вашего ребенка. Расскажите нам. Ну, я в основном вот сейчас рассказала. Сейчас Мы хотим услышать. у него появилось И еще какие понимание есть? речи. Ага. Он стал Nitqində dəyişiklik olub. выполнять все инструкции. Как? Инструкции. Ну, то есть ему когда говоришь просьбы, Əmrləri başa düşür. Qapını ört, o stəkanı mənə ver, qaşığı apar, bax bunları. Aha. ну, соответственно, мы ходим заниматься с логопедом. Логопед видит, что он ее понимает, да, старается. Artıq logopedlə biz deyir işləyirik. Вещи, то, что она ему говорит. В центре вы занимаетесь Нет, logopedом? это мы в России занимаемся. Aha, с логопедом. Rusiyada biz logopedlərlə məşğul olmuşuq uşağın dilinin, nitqinin açılması üçün. И вот это, то есть, как бы очень sильно сейчас изменило нашу жизнь. Вот это понимание речи, оно очень многое дает. Və onun nitqinin açılması, yaxşılaşması bizim deyək ki, həyatımıza çox böyük, mühüm bir dəyişikliyə gətirib çıxarıb. Соответственно, повысилась обучаемость, потому что сейчас вот он уже у меня знает все цифры до 20, по порядку их все выставляет. 20-yə qədər bütün rəqəmləri artıq bilir, saya bilir. Да, On ştat может, da, знаем уже? все цвета, все оттенки цветов. Rəngləri artıq ayırd edə bilir. Adətən bu tip uşaqlar rəngləri bir-birindən ayırd edə bilmirlər. Уже половину алфавита выучили. Aha, artıq nivo 5 lет, da? 5 lет. Сейчас уже 5, да. Ну, то есть вот, Поздравляю вас. спасибо. Həqiqətən bu tip valideynlərə bax bu Ну сейчас вот у нас еще два слова появились, это да и дай. day. Aha, deməli iki sözümüz əlavə olunub. Hə sözü və ver sözü. Bax bunlar çox yaxşıdır. Nəsə suyu ver, yeməyi ver. Ну а первый раз мы когда приезжали, у нас то есть вообще никакой речи не было, но сейчас хотя бы Birinci вот, dəfə biz gələndə ümumiyyətlə nitqi yox idi. ну, при этом он достаточно хорошо еще. Но самое главное, он понимает вас. Да, он понимает, то есть он может там, Он смотрит вас показать в глаза и жестом, понимает. показать, что ему нужно, то есть добиться, так сказать, своего желаемого. Yəni özünə lazım olanı əldə etmək üçün artıq deyir o ver sözünü deyə bilir, göstərə bilir, məni başa sala bilir ki, onu istəyirəm. Bu çox önəmlidir əziz tamaşaçılarımız və buna görə David bəyə, Yosifa xanıma təşəkkür etmək lazımdır. Мы благодарим вам. Огромное. Ну, еще хочу вот За ее сказать счастье. по поводу того, что когда мы первый раз приезжали, ребенок всю пищу ел через блендер. Aha, və Zaur müəllimin bayaq bir söz dedi ki, bütün valideynlər əziyyət çəkirlər, uşaq çeynəmə qabiliyyəti olmadığına görə hər bir yeməyi blenderdən keçir. Keçən dəfə də demişdik ki, valideyn özü blenderdan keçir ki, uşağa rahat olsun. Baxın, bizə də gətirirlər uşağı, butulkaya tökürlər, blenderdan keçirirlər. Она говорит, что есть Şorba deyirlər də, şorbanı blenderdan keçirdirlər, tökürlər butulkaya və uşağa verirlər. Bu valideyn üçün çox rahatdır və ağızdan da deyirlər ki, biz çeynəyə bilmirik. Сейчас, то есть, получается, ну, sложные блюда, там, вот, как, например, суп, он через блендер есть, но есть такие вещи, которые он уже теперь сам кушает, это, например, банан, печенье, то есть он Artıq məsəl жует. üçün peçenyədir, banandır, artıq onları o özü yeməyə başlayıb. Bunlar doğrudan da çox böyük irəliləyişlərdir. Mən diqqətinizə bir məqamı da çatdırmaq istəyirəm, əziz tamaşaçılarımız.
То есть первый Əlavə раз, etmək когда мы istəyir. приезжали на лечение, у нас с самого рождения были большие проблемы с животом. У ребенка колики, он сильно плакал. Aha, bizim də çeynəmə ilə bağlı çox böyük problemlərimiz olub uşaq anadan olandan bu günə Мы qədər. очень много сдавали различных анализов. Müxtəlif analizlər verirdik Да, biz. нам то есть, не могли как бы выявить, в чем причина. То есть, Yəni səbəbini tapa bilmirdilər ki, uşaq niyə çeyniyə bilmir? Əsas məsələ. у него был постоянно жидкий стул, то есть был Как? так жидкий, ну как бы жидкий стул, То есть он не мог переваривать пищу, все проскакивал. понос, да. Mədə bağırsaq problemi, maddələr mübadiləsinin. mübadiləsinin. Mədə bağırsaq problemi olub Да, то есть uşaqda. он мог до 10 раз в день по большому ходить в туалет. Aha, gündə bir gün ərzində 10 dəfədən də artıq uşaq, yəni belə deyim də böyük bayırla bağlı problemləri yaranıb. 10 dəfədən artıq, bilirsiniz, bu söhbət 2 yaşında, 3 yaşında uşaqdan gedir. Demək ki, uşağın mədə bağırsaq sistemi tamamilə pozulub ki, uşaq bu vəziyyətdə olub. Normalda uşaq bir dəfə, deyək ki, böyük bayır məsələləri bir dəfə həll edə bilər, amma 10 dəfə bu həddindən artıq çoxdur. Сейчас после первого курса лечения у нас как бы постепенно это нормализовалось. Сейчас у нас такого нету, что мы по 10 раз в Şükürlər туалет olsun ходим. ki, artıq müalicədən sonra biz bu problemləri aradan qaldırmışıq. Bax, bu problemlərdən danışdıq. Bu problemlərin fonunda mən bir daha valideynlərə arzu edirəm ki, əziz valideynlər, Allahdan arzu edirəm ki, heç bir evdə xəstəliklə bağlı belə deyim də problemi olan uşaq olmasın. Heç bir valideyn övladının xəstəliyi ilə çarpışmasın, mübarizə aparmasın. Yalnız uşaqların sevincinə sevinəsiniz. Bu arada gözəl bir mahnı istəyirəm. Родителям я хочу сказать только одно, что вот из всех дискуссий, которые у нас здесь вот происходили, Valideynlərə bax bu видно, diskusiyamızın что sonunda onu многие demək родители istəyirəm ki, стараются как бы не обращать внимание на проблему, стараются ее как бы отодвинуть от себя. aha, əsas diqqətinizi problemə deyil də, problemi özünüzdən kənarlaşdırmağa verin. Вот я хочу сказать, что, к Он сожалению, демонстрирует. это проблема такого типа, что она не исчезает сама. Bu elə bir problemdir ki, bu problem чем öz раньше- özünə getmir, səni tərk etmir. Чем раньше родители начинают этой проблемой заниматься, тем больше шансов, что ребенку Nə удастся qədər помочь. valideynlər bu problemə vaxtında tez müdaxilə edirlərsə, bir o qədər o problemi özlərindən kənarlaşdırmağı bacaracaqlar. То, что касается вот конкретно нас, для нас очень, так сказать, вот большая разница, в каком возрасте ребенок приходит. Aha, söhbət что- bizdən gedirsə, bizim üçün ən əsası budur ki, bizə uşağın hansı yaşında müraciət edirlər. Потому что когда ребенок приходит в 2 года, то у него в несколько раз больше шансов Məsələn, восстановиться и uşaq выйти в əgər норму 2 до yaşında школы. bizə müraciət olunursa, uşağın 2 yaşında, demək ki, onun belə deyim, şansı daha çoxdur. Sağalmaq, normala gəlmək şansı daha çoxdur. Чем тогда, когда его приводят уже, скажем, там, в 10 лет, в 15 лет. Məsələn, uşağı 10 yaşında, 20 15 lət, yaşında, hətta 25 20 lət. yaşında, 25 yaşında bizə müraciət etdikləri təqdirdə В этих возрастах тоже можно многое сделать для многих из этих детей. bu yaşda da uşaqlara nəyisə etmək olur, kömək etmək olur. Amma Но если, скажем, 2-летнего ребенка я возьму практически любого, потому что Aha, я знаю, что deyək ki, у 2 него yaşında еще bir uşağı əgər есть mən большой потенциал, то уже belə deyim, 10-летнего müalicəsi ilə ребенка başlasam məşğul olmağa, artıq bizim potensialımız daha çoxdur. Yəni я onun уже буду sağalması üçün. внимательно смотреть и проверять, потому что 10-летний ребенок уже имеет гораздо меньший потенциал для восстановления, чем 2-летний. Aha, amma 10 yaşında uşağın artıq belə deyim ki, sağalmaq şansı o qədər də deyil. Yəni potensial o qədər də deyil. А когда приведут ко мне, скажем, 18-20-летнего, то Məsələn, тут уже, 18 скажем так, və 20 там, yaşında если я возьму müraciət одного из edəndə 10, это будет уже очень хорошо.